Salam, bu təlimdə cəmi bir neçə dəqiqə ərzində Logix ERP-də satışdan geri əməliyyatının icra olunma qaydasını öyrənəcəyik. Əvvəlcə geri qaytarma əməliyyatının sistemdə necə yaradıldığı praktik olaraq nəzərdən keçiriləcək, daha sonra isə bu əməliyyatın ambar qalıqlarına və maliyyə göstəricilərinə təsiri izah olunacaq. Gəlin başlayaq. Logix ERP-də ambar və ticarət menyusunda sənədlər qrupunda satışdan geri əməliyyatını açırıq. Yeni düyməsini vurduq və yeni sənəd formalaşdırdıq. Burada vacib olan məqam satışdan geri əməliyyatını çekə əsasən yerinə yetirməkdir. Əgər satışdan geri əməliyyatını müştəridən tələb etdiyimiz çekə əsasən ediriksə, bu zaman satışdan geri əməliyyatında satış qaiməsinin nömrəsini sistemə daxil etmək kifayətdir. Gəlin təsəvvür edək ki, 4 nömrəli satış sənədinə əsasən satışdan geri əməliyyatını yerinə yetiririk. Bu zaman bu hissədə sadəcə satış çekinin nömrəsini yazmaq kifayət edir. Bu hissəyə 4 yazıram və bu zaman satış qaiməsində olan məlumatlar satışdan geri sənədinə əks olunur. Satışın icra olunma tarixi görünür ki, 13 fevralda icra olunub. Bugün ayın 15-idir. Satış qaiməsinin nömrəsi, müştərinin adı, satış yerinə yetirilən ambar və satılan mal. Burada sadəcə təsdiq düyməsinə işarə qoyaraq sənədi yaddaşa yazırıq. Ehtiyac varsa satışdan geri sənədini çap edə bilərik. Gəlin satışdan geri əməliyyatının hesabatlara təsirini yoxlayaq. Mal dövriyyəsini birinci yoxlayırıq. Burada görünür ki, bu maldan satışdan geri olmuşdur və ambara mədaxil olmuşdur. Nəzərə alsaq ki, satış əməliyyatı nisyə olmuşdur. Demək ki, nisyə satış zamanı müştərinin bizim müəssisəyə borcu formalaşmışdır. Demək ki, satışdan geri əməliyyatı yerinə yetirəndə müştərinin borcu bizə azalmalıdır. Maliyyə menyusundan kontragent hesabatını yoxlayaq. Bugünkü tarix intervalını seçək. Görünür ki, bəli, müştərinin bizim müəssisəyə borcu azalıb. Sənəd üzrə hesabatı açaq. Bəli, görünür ki, satışdan geri əməliyyatı baş vermişdir. Daha əvvəl bugün səhər 81 AZN borcu vardır, 27 AZN müştərinin bizə borcu azaldıqdan sonra son qalıq 54 AZN təşkil edir. Satışdan geri əməliyyatını biz qaiməyə əsasən, satış qaiməsinə əsasən yerinə yetirdik. Gəlin indi ikinci varianta baxaq, satış qaiməsi olmadan satışdan geri əməliyyatı yerinə yetirək. Yeni düyməsini vururam. Satış qaiməsi olmadığı halda, əgər satışdan geri yerinə yetiririksə, bu halda biz bütün əməliyyatları manual olaraq sistemə daxil etməliyik. Biraz əvvəl gördük ki, satış qaiməsini daxil edəndə bütün məlumatlar avtomatik əks olunmuşdu. Gəlin indi müştərini seçək. Müştərini manual olaraq seçdik. Ambarı seçdik. Satışdan geri edilən malı buradan seçirik. Malı seçdikdən sonra sənədi təsdiq edərək yaddaşa yazırıq. Sürətli şəkildə gəlin hesabatlara təsiri yoxlayaq. Mal dövriyyəsində görürük ki, ikinci dəfə satışdan geri əməliyyatı yerinə yetirilmişdir. Həmçinin kontragent hesabatına da baxsaq, müştərinin borcu azaldığını görə biləcək. Bəli, bu hesabatlardan əlavə satışdan geri hesabatı ayrıca mövcuddur. Logix ERP-də ambar və ticarət menyusunda hesabatlar qrupunda satışdan geri hesabatı mövcuddur. Bu hesabat da bütün satışdan geri əməliyyatlarını bu şəkildə izləyə bilərik. Burada satışdan geri olan malların adı, satışdan geri əməliyyatının tarixi, miqdarı, məbləği və müştərinin adı əks olunur. Daha fərqli bir hesabata baxaq. Burada mal satış hesabatı cəm var. Burada bütün satış əməliyyatları əks olunur.
Həmçinin satışdan geri əməliyyatları da bu hesabatda görmək mümkündür. Satışdan geri əməliyyatları mal satış hesabatı cəmə bu formada əks olunur və burada satış miqdarı, satış məbləğləri mənfi olaraq göstərilir. Bunun mənfi olmağının səbəbi budur ki, bu satış hesabatında satışları həftəlik, aylıq analiz etmək mümkündür. Bu halda cəmi edilən satış məbləği və satış miqdarı düzgün əks olunması üçün satışdan geri əməliyyatları burada mənfi olaraq əks olunur. Beləliklə, biz bu təlimdə satışdan geri əməliyyatının icra olunma qaydasını öyrəndik. Növbəti təlimdə isə alış xərclərinin malın mayasına necə təsir etdiyini öyrənəcəyik. Sağ olun.